Tutu Diyet vloqunun növbəti videosunu izləyirsiniz. Artıq Ramazan ayındayıq və təbii ki 11 ayın sultanı olan Ramazan ayı bizə bədənimizin və ruhumuzun təmizlənməsi üçün verilən bir dönəmdir. Amma burada da sağlam qidalanmağa üstünlük vermək və çox diqqətli olmaq lazımdır. Çünki son illərdə Ramazan ayının yay aylarına təsadüf etməsi bizim iftar saatlarımızın gec saatlara təsadüf etməsi ilə nəticələnir ki, burada da təbii ki bir çoxlarımızın kilo kontrolu problemi olur və iftarın gec saatlara təsadüf etməsi bir çoxlarımızda kilo kontrolu problemləri yarada bilər ki, bunu da sağlam qidalanaraq, qidalanmamıza fikir verərək aradan qaldırmaq olar. Təbii ki, uzun müddətlik aclıqdan sonra iftarda nələrə diqqət yetirməliyik? Bəzi püf nöqtələr var ki, bunlara sizə diqqət yetirməyi tövsiyə edirəm. İlk öncə təbii ki, orucumuzu açmaq üçün bizim suya ehtiyacımız var. Orucumuzu açmaq üçün suyun çox isti və ya çox soyuq olmamasını tövsiyə edirik. Çünki uzun müddət ac qalan mədəni birdən-birə yüksək və ya aşağı temperaturla qıcıqlandıra bilərik. Buna görə də orta temperaturda su və mən çox zaman kilo problemi olan insanlara iftarda suyun yanında zeytun tövsiyə edirəm. Çünki iftarı xurma ilə açdığımız zaman xurma glisemik indeksi yüksək olan bir qidadır və yaxşı olar ki, glisemik indeksi daha aşağı olan, yəni duzsuz zeytundan istifadə edək iftarda orucumuzu açarkən. Sonra birdən-birə mədənizi yükləməmək üçün yaxşı olar ki, bir 5-10 dəqiqə fasilə verək və sonra yarım pors, bir çömçə miqdarında hər hansı bir şorbadan istifadə etməyimizi tövsiyə edirəm. Təbii ki, şorbadan sonra bu tərəvəzli şorba ola bilər. Bu bir paxlalar qrupundan hər hansı bir qida ilə olan şorba ola bilər. Bu mərcimək şorbası ola bilər. Bu düyüsüz dolqa ola bilər. Yəni istəyinizə görə hər hansı bir şorbadan istifadə edə bilərsiniz. Şorba yedikdən sonra biz iftar saatlarının gec saatlara təsadüf etməsi nəticəsində birdən-birə aşırı qida qəbul edirik və burada porsiyalarımızın dəngəsini itiririk ki, bu da istəmədiyimiz bir məqamdır. Təbii ki, Ramazan ayında da orqanizmin ehtiyacı olan vitamin, mineralları, karbohidrat, protein və yağları alması önəmlidir. Amma burada da sağlam seçimlər etmək və orqanizmi yetərli vitamin və minerallarla təmin etmək çox önəmlidir. Və şorbadan 20 dəqiqə fasilədən sonra biz ana yeməyə artıq keçə bilərik. Ana yeməkdə mən hər zaman bir boşqab modeli tövsiyə edirəm. Boşqab modeli isə nədən ibarət olur ana yeməkdə? Demək, biz nə edirik? Biz boşqabımızı yaxşı olar ki 2 yerə bölək ilk öncə və üst qismində bizim porsiyalarımızı dəngələyə bilmək üçün boşqabımızın tam yarısına tərəvəzlərdən istifadə etməyi tövsiyə edirəm. Bu közlənmiş tərəvəzlər ola bilər və ya salat şəklində ola bilər. Bu şəkildə boşqabınızın tam yarısını tərəvəzlərdən ibarət bir seçim etmiş olarsınız. Daha sonra digər yarısını da 2 yerə bölmənizi tövsiyə edirəm. Bir yarısında ət qrupunda yer alan qidalar, digər yarısında isə çörək qrupunda yer alan qidalar olsa, biz belə Ramazanda çox sağlam bir boşqab modeli təşkil etmiş olarıq ki, bununla həm porsiyalarımıza diqqət yetirə biləcəyik, həmçinin də bədənimizi aşırı kalorilərlə yükləməmiş olacağıq ki, Ramazandan sonra da həm öz görünüşünüzdə, həmçinin də sağlamlığımızda müsbət nəticələr əldə etməyə bizə bu yardım edəcəkdir. Və gördüyünüz kimi boşqabımızın üst qismində tərəvəzlərdən zəngindir. Digər 1/3 ət qrupunda yer alan qidalar, bizdə bugün seçimimiz ızqara toyuqdur. Amma burada balıq, qırmızı ət də ola bilər. Yəni siz istəyinizə görə bu ət seçiminizi dəyişə bilərsiniz. Və digər seçimimiz çörək qrupunda yer alan qidalardır. Burada ilada çörək olacaq deyə bir şey yoxdur. Bu çörək ola bilər, qarabaşağı ola bilər, bulgur ola bilər, düyü ola bilər. Kilo problemi yaşamayanlar və ümumiyyətlə porsiyalarına diqqət yetirərək hər kəs makarondan belə istifadə edə bilər. Sadəcə qeyd etdiyim kimi porsiyalarına diqqət yetirmək burada çox önəmlidir. Və təbii ki, burada yeməklərin bişirilmə qaydası da önəmlidir. Yaxşı olar ki, aşırı yağda qızarmamış, çox duzlu olmayan qidalara üstünlük verər. Bişirmə üsulu olaraq ızqara, sobada, buğlama, soyutma tipli pişirmə üsullarına üstünlük verirsəniz daha məqsədə uyğun olar deyə düşünürəm. Və ana yeməkdən dərhal sonra televizor önünə keçmək, uzanmaq, yatmağı biz tövsiyə etmirik. Yaxşı olar ki, ana yeməkdən yarım saat sonra siz orta tempolu bir yarım saatlıq 40 dəqiqəlik yürüyüşlər edəsiniz, təmiz havada zaman keçirəsiniz və daha sonra artıq geri gəldiyinizdən sonra Ramazan süfrənizə, çay süfrənizə keçid ala bilərsiniz ki, burada da önəmli olan
zaman düzgün seçimlər etməkdir. Aşırı şərbətli və xəmir şirniyyatlarına deyil də südlü şirniyyatlara üstünlük verməyiniz tövsiyə olunur. Ramazanda və iftar süfrəsində xüsusilə də diqqət yetirməmiz daha önəmli bir məqam çay istifadəsidir ki, ana yeməkdən dərhal sonra çay istifadəsini biz tövsiyə etmirik. Yaxşı olar ki, çayı yeməkdən 1 saat sonra içək. Bununla da siz, çünki çayı yeməkdən dərhal sonra içdiyimiz zaman dəmir mənimsəməsini azaltmış oluruq ki, bu da istəmədiyimiz bir şeydir. Və artıq yürüyüşdən döndükdən sonra bugün bizim desertimiz çox gözəl bir meyvəli yoğurtumuz var ki, bugün biz desert olaraq bunu seçdik, amma bunun əvəzində siz quru meyvələrlə, məsələn, xurma, qoz və çay istifadə edə bilərsiniz və yaxud hər hansı bir digər südlü şirniyyatlardan istifadə edə bilərsiniz. Bu sütlaç ola bilər, cheesecake ola bilər, tiramisu ola bilər. Yəni burada da təbii ki, seçim sizindir, amma şirniyyat yeyərkən porsiyalarına diqqət yetiririk, xüsusilə də çəki problemi olan insanlar və təbii ki, su yenə də çox önəmlidir və çalışaq ki, mütləq yatana kimi az-az, tez-tez mütləq su içək. Çünki su içmədiyimiz zaman, xüsusilə də yay aylarına, orucluq, Ramazan ayı yay aylarına təsadüf etdiyi zaman orqanizm dehidratasiya yaşaya bilər ki, bu da gün içində bizim özümüzü yorğun, bitkin hiss etməmizə, diqqətsiz olmağımıza, daha baş ağrılarımıza gətirib çıxara bilər ki, bunlar da istəmədiyimiz bir məqamdır. Və salam, mənim deyəcəklərim bu qədər. Tutu diyet vloqunu izləməyi və fikirlərinizi yazmağı unutmayın. Allah orucunuzu qəbul etsin.